Gəlmişik, Avropada yaşayırıq, düzdür və uşaqlıq dostlarımız var Azərbaycanda. Okay. Səncə xasiyyətimiz dəyişir? Yəni məsəl üçün bir yerdə böyümüşük düzdür, amma mənim indi hal-hazırda tamam başqa xasiyyətim var. Bir insan uşaqlıq dostundan belə bir müddət ayrı düşəndən sonra kəsilir əlaqə. Və bu arada mən heç kimi günahlandırmıram ki, mənə niyə yazmırsan. Yaşayacaq bir şeyim qalmayıb. Yəni Nə necə danışım səndən misal? Okay, ayso, problem odur bax. Mən səndən küsmək istəmirəm, okay. Amma mən səndən nə danışım? Bax mənim səndən ortaq maraqlarım nə ola bilər? Sən məsələn PlayStation-a kafeyə getməyi, domino oynamağı sevirsən. Hə. Mən məsələn özümü gəlişdirməyi sevirəm. Təzə bir layihələr üstündə işləməyi sevirəm. Kafeyə də gedək, amma hər gün yox. Bu insanın misal üçün o məşğuliyyəti hər gün və yavaş-yavaş o insanla həqiqətən istər-istəməz tanışa çevrilir. Bu çox adamda var. Küsmürsən, tanışa çevrilir. Bax bunu bu dəqiqə çox Azərbaycanlıya deyirəm. Tağ eləyir. Bir dənə belə dostunuz var, bir dənə tağ eləyir. Onun ürəyi yoxdur. Eləyənməzlər. Amma bildilər kimi deyil. Aysa. Yəni bu arada uşaqlıq dostluğunuza nifrət falan kimi bir şey deyil. Yox, İnsanlar yox. dəyişir. Bu normal bir şeydir, bura. Fərqli mühitlərdə olan insanlar dəyişir. Yaxşı, bəs belə insanlara nə məsləhət görərsən? Qırılsınlar o dostlarından. Yoxsa necə bu ya bunun bir çözümü var? Mən əslində şeyi də yoxlamışam. O həmin dostuma dəstək olub onu da qabağa çəkmək. Məsəl üçün demək ki, bu kursa get, bunu istifadə elə, bu sertifikatı al, sən də yəni qabağa öz dost şeyi görmüsən Yəni də. əlimdən gələni eləməyə çalışmışam ki, Çox dostum gözəl. da qabağa getsin. Amma o insan özü istəyəməyəndən sonra mümkün deyil. Və uca bir yerdən sonra sən də bezirsən. Dostluğunuzu Bərkitməyin.